burada olmaq bir zamanlar sadəcə bir xəyal idi. Amma mən inandım, çalışdım və indi komandamla birgə zirvələrə doğru gedirəm. Hər addımımda qorxularımı yox, məqsədlərimi seçdim. Çünki bilirəm, bacaran fərq yaratmaz, davam edən zirvəyə çatar. Fabirlik mənim üçün təkcə biznes deyil, bu özümü kəşf etdiyim uğur yoludur. Mən başladığımda hər şey çətin görünürdü, amma bu yol məni daha cəsur, güclü bir qadına çevirdi. Həyatda istədiyin hər şeyi əldə edə bilərsən. Sadəcə niyə başladığını unutma. Bu yol sevgi, inan və komanda ilə daha gözəldir. Bu həyat sənin hekayəndir. Qələmi başqasına vermə. Uğurun müəllifi sən ol.